Misirdə baş verən dəvə çulu fitnəsi Həzrəti Mehdinin çıxış əlamətidir. 2011-ci ildə fevral ayında Misirdə baş verən xalq üsyanında ən yadda qalan hadisə üsyançıların üstünə dəvələrin yeridilməsi oldu. Üsyançıların çoxu bu hadisələrdə həyatını itirdi. 2012-ci ilin oktyabr ayında Dəvə Savaşı adlandırılan bu hadisədə təqsirli bilinən polislər bəraət qazandılar və Misirdə yenidən qarışıqlıq başladı. Diqqət edin, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hədisdə Misirdə baş verən bu hadisələrə bir neçə cəhətdən diqqət çəkir. Rasulullah sallallahu aleyhi və səlləm buyurdu: "Məndən sonra fitnələr olacaq. O fitnələrdən biri də əxlas, dəvə çulu fitnəsidir." Göründüyü kimi mətbuatda dərc edilən yazılarda hadisələr dəvə savaşı adlandırılır. Orada hərb və hicrətlər olacaq. Misirdə baş verən daxili qarşıdurmalar və etirazlara görə əhali başqa ölkələrə köçmək məcburiyyətində qaldı. Sonra ondan daha şiddətli bir fitnə olar. Sona çatdığı düşünülərkən yenə davam edər və fitnənin girmədiyi ev və toxunmadığı müsəlman qalmaz. Hadisələrin sakitləşdiyi bir zamanda bəraət qərarı ilə Misirdə anarxiya və fitnələr yenidən başladı. Eynilə hədisdə bildirildiyi kimi. Bu hal nəslimdən üstün əxlaqlı biri Həzrəti Mehdi əleyhissalam çıxana qədər davam edəcək. Müsəlman ölkələrindəki bu qarışıqlıqlar ancaq Həzrəti Mehdinin zühuru ilə sona çatacaq.